Və buyurdu: "Qalə li Bilal nadifin nas fəcəma'an nas summa sa'idə minbər fəhəmidəllah və əsna əleyh." Deyir, Bilala dedi, cəmaatı çağır məscidə. Bilal da cəmaatı səslədi, çağırdı, cəmaatı topladı məscidə. Sonra Həzrəti Peyğəmbər salavatullah çıxdı minbərə, Allaha həmd səna, tərif deyəndən sonra buyurdu: "Əyyuhən-nas, innə hazəş-şəhr qəd hadarakum və huvə seyyiduş-şuhur indəllah." Dedi, ay cəmaat, bu ay artıq mübarək Ramazan ayı gəlib sizi qarşılayır. Ən üstün və ayların ən ağasıdır, seyyididir bu ay Allah yanında. Fihi leylətun xeyrun min əlfiş-şəhr. Mübarək Ramazan ayında bir gecə var ki, o 1000 aydan üstündür. Ki bu Qədr gecəsini işarə eləyir. Tuğlaqu fihi əbvabun neyran. Mənim məqsədim bu hissədir. Buyurur, bu ay elə bir aydır ki, cəhənnəmin qapıları bu ay bağlanar. Cəhənnəmin açıq qapısı yoxdur bu ay. Və tufəttəhu fihi əbvabul cinan. Və bu ayda cənnətin qapıları, behiştin qapıları açılar. Bunun mənası odur ki, insan bu ayda nə eləsə Allah qəbul eləyər yaxşı cəhətdən. Kiçik tövbə belə insan üçün ən böyük qənimətdir. Nə qədər insan bu ayda tövbə eləsə, nə qədər bu ayda istiğfar eləsə, nə qədər bu ayda yaxşı işlər görməyə özün adət elətdirə, Həzrət buyurur ki, behiştin qapıları açıqdır onun üçün.